Salam dostlar, Güvən Nəşriyyatı fizika test toplusundan qayışlı ötürmə mərkəzdən keçən ox ətrafında fırlanan cisimlər mövzusunun suallarına baxaq. Test A-nın birinci sualı belədir. O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərində verilmiş 1 və 2 nöqtələri üçün hansı fiziki cəmiyyətlərin qiymətləri fərqlidir? Biz bilirik ki, verilmiş ox ətrafında fırlanan disk üzərində eyni olan cəmiyyətlər, yəni sabit qalan cəmiyyətlər dönmə bucağı, bucaq sürəti, dövrlərin sayı, dövr etmə periodu və dövr etmə tezliyidir. Onda fərqli olanlar bizdə xətti sürət və təcil olmalıdır. Həmçinin gedilən yollar. İndi baxaq, fərqli olan bizdən tapmaq tələb olunur. Burada biz E bəndinin doğru olduğunu görürük. Birinci sualın cavabı E bəndi. İkinci sual artıq şifahi bir sualdır. O nöqtəsi ətrafında fırlanan disk üzərindəki A və B nöqtələrinin dövrətmə periodlarını müqayisə edin. Yuxarıda dediyimiz kimi dövrətmə periodları bu iki nöqtə üçündə sabit olmalıdır. Yəni TA bərabərdir TB. Doğru cavab olar D bəndi. Üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, tərpənməz O1, O2 oxu ətrafında fırlanan kürədə verilən nöqtələrin dövrətmə periodlarını müqayisə edin. Yenə dövrətmə periodları sabit qalır. Yəni doğru cavab E bəndi. Dördüncü sualda deyilir ki, fırlanan disk üzərindəki A nöqtəsinin periodu 2 saniyədir. B nöqtəsinin periodunu hesablayın. Yenə də periodların bu iki nöqtə üçün bərabərliyindən biz cavabın 2 saniyə olduğunu asanlıqla görürük. Doğru cavab C bəndi. 5-ci suala baxaq. Qayışlı ötürmə ilə sürüşmədən fırladılan təkərlərdə A və B nöqtələrinin xətti sürətlərinin nisbətini hesablayın. Biz bilirik ki, qayışlı ötürmə üçün verilmiş nöqtələrin xətti sürətləri bir-birinə bərabər olmalı. Çünki qayışlı ötürmədə sürət sabit idi. Beləliklə VA VB-yə bərabər olduğundan həmin nisbət 1-ə bərabər olar. Yəni doğru cavab olar C bəndi. D isə 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, tərpənməz O1, O2 oxu ətrafında fırlanan kürədə verilən nöqtələrin bucaq sürətlərini hesablayın. Yenə də bucaq sürətlərinin sabit olduğu birinci sualdan bizə aydın idi. Yəni doğru cavab olar D bəndi. 7-ci sualda mərkəzindən keçən O1, O2 oxu ətrafında sabit sürətlə fırlanan kürənin L, N və N nöqtələri üçün hansı doğru münasibətlər hansılardır? Biz bilirik ki, deməli, period, tezlik, dövri tezlik, bunlar hamısı sabit qalmalıdır. Ona görə doğru olan cavablar elə biri birincisidir, yəni omeqalar sabitdir. Sonra biri dördüncüdür, yəni tezliklər sabitdir. Amma sürətlər sabit deyil. Yəni, burada M nöqtəsinin sürəti ekvatora yaxın olan nöqtədə ən böyükdür. Ekvatordan qütblərə doğru getdiksə sürətlər kiçilir. Burada L nöqtəsi N nöqtəsindən mərkəzə daha yaxın olduğu üçün, yəni ekvator xəttinə daha yaxın olduğu üçün sürəti də daha böyük olmalıdır. Yəni doğru cavab olur bizdə 1, 4 və 5. 8-ci suala baxaq. Qayışlı ötürmə ilə fırladılan disklərin üzərindəki 1 və 2 nöqtələrinin xətti sürətləri dövrətmə periodları arasındakı münasibət, doğru olan münasibətləri seçmək bizdən tələb olunur. Deməli, biz bilirik ki, qayışlı ötürmədə verilmiş nöqtələrin sürətləri bir-birinə bərabər olmalıdır. Yəni V1 bərabərdir V2 üçüncüsü doğrudur. Onda biz periodları müqayisə edə bilərik. Deməli, V bərabərdir 2πr bölünsün T-dən. Biz T-ni tapsaq, alarıq 2πr bölünsün V. Burada 2π də sabitdir, V də sabitdir. Onda TR ilə düz asılıdır. Bu deməkdir ki, periodu böyük olması üçün böyük olanın çevrəsinin radiusu da böyük olmalıdır. İndi baxırıq ki, ikinci çevrənin radiusu birinci çevrənin radiusundan 3 dəfə böyükdür. Onda belə çıxır ki, 2 nöqtəsinin dövrətmə periodu 1 nöqtəsinin dövrətmə periodundan 3 dəfə böyük olmalıdır. Yəni T2 böyükdür, T1 olmalıdır ki, doğru cavab da burada olar D 4-cü cavab. Yəni doğru cavablar 3 və 4 olar. İndi isə B bəndinin suallarına baxaq. Müxtəlif radiuslu çevrələr üzrə hərəkət edən və dövrətmə periodları bərabər olan iki maddi nöqtənin nələri bərabər və yaxud da ki, fərqlidir? Deməli, əgər bunların dövrətmə periodları bir-birinə bərabərsə, yəni T1 bərabərdir T2 deyiriksə də, onda uyğun olaraq
tezlikləri və bucaq sürətləri də bir-birinə bərabər olmalıdır. Ona görə doğru cavab elə olar C bəndi. Yəni bucaq sürətləri bərabər. İkinci suala baxaq. O nöqtəsi ətrafında dönən disk üzərində yerləşən A nöqtəsinin dövr etmə periodu 4 saniyədir. B nöqtəsinin dövr etmə tezliyini hesablayın. Biz bilirik ki, hər iki nöqtə, yəni A və B nöqtələri üçün dövr etmə periodları və dövr etmə tezlikləri eyni olmalıdır. Onda belə çıxır ki, A nöqtəsinin dövr etmə periodu 4 saniyədirsə, beləliklə B nöqtəsinin dövr etmə periodu 4 saniyə olar. Onda B nöqtəsinin dövr etmə tezliyini tapdıqda biz periodun tərs qiymətini götürməliyik. Beləliklə B nöqtəsinin dövr etmə periodu üçün, dövr etmə tezliyi üçün biz 0,25 saniyə üstü -1 almış olarıq ki, doğru cavab da D bəndidir. Sonra üçüncü sualda deyilir ki, yan-yana eyni sürətlə hərəkət edən iki avtomobilin təkərlərinin xətti sürətlərini müqayisə edin. Birinci avtomobilin təkərinin radiusu ikinci avtomobilin təkərinin radiusundan 2 dəfə böyükdür. Baxın, burada sadə bir nüans var. Və həmçinin əhəmiyyətli bir nüansdır. Nüans da ondan ibarət ki, əgər avtomobillər yanaşı olaraq eyni sürətlə hərəkət edirlərsə də, elə avtomobillərin hərəkət sürəti onların təkərlərinin hərəkət sürətidir. Onda belə çıxır ki, hər iki avtomobilin təkərləri bir-birinə modulca bərabər olan sürətlərlə hərəkət edirlər. Yəni doğru cavab olar A bəndi. Dördüncü suala baxaq. O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərindəki nöqtələrin xətti sürətləri arasında hansı münasibət doğrudur? Biz baxırıq ki, burada sürəti biz hansı ifadə ilə hesablaya bilərik? V bərabərdir omega vurulsun R ilə. Çünki omega 1, 2, 3 nöqtələrin hər üçü üçün sabitdir. Onda V R ilə düz mütənasib asılıdır. Baxırıq ki, şəkildəki çevrədə 1 və 2 nöqtələri eyni bir qırıq-qırıq xəttlə işarə olmuş çevrənin üzərində yerləşir. Bu deməkdir ki, R1 bərabərdir R2-dir. Amma hər ikisi R3 məsafəsindən daha kiçikdir. Onda deməkdir ki, V1 V2-yə bərabər olmalıdır və onlar da V3-dən kiçik olmalıdırlar. Yəni doğru cavab olmalıdır C bəndi. 5-ci sualda deyilir ki, tərpənməz O1, O2 oxu ətrafında fırlanan kürənin hansı nöqtəsinin xətti sürətini qiyməti ən kiçikdir? Xətti sürətin qiymətinin kiçik olması üçün verilmiş nöqtə, deməli O1, O2 fırlanma oxuna daha yaxın yerləşməlidir. Burada isə baxırıq ki, 4 nöqtəsi daha yaxın yerləşib, onun üçün də 4 nöqtəsinin xətti sürəti digərlərinə görə ən kiçik olmalıdır. 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, qayışlı ötürmə ilə fırlanan A diskinin fırlanma periodu 12 saniyədir. Onda yazırıq ki, TA bərabərdir 12 saniyədir. Bizdən isə K deməli diskinin fırlanma periodunu hesablamaq tələb olunur. Biz bilirik ki, qayışlı ötürmədə sürətlər bir-birinə bərabər olmalıdır. Yəni VA bərabərdir VB. İndi isə periodla olan ifadəni yazaq. 2πRA bölünsün TA bərabərdir 2πRB bölünsün TB. Beləliklə 2π ilə 2π-ni ixtisar aparsaq, RA-nın qiyməti R, TA-nın qiyməti 12 saniyə, RB-nin qiyməti, indi mən B nöqtə hesablamışam, bağışlayın, sualda K-dır, 3R bölünsün TB. Beləliklə, biz burada R-ləri də ixtisar aparsaq, TB-ni tapdıqda biz 12-ni 3-ə vururuq və beləliklə 36 saniyə almış olarıq. Yəni, qayışlı ötürmədə dövr etmə periodları uyğun olaraq çevrələrin radiusları ilə düz mütənasib asılıdır. Ona görə doğru cavab olur E bəndi. 7-ci sualda isə dövr etmə tezliklərini tapmaq tələb olunur. Deməli, yenə də deyirik ki, VA bərabərdir VB. Buradan biz yazırıq ki, 2πRA-NA bərabərdir 2πRB-NB. Buradan biz 2π-ləri ixtisar aparsaq, beləliklə RA-nın qiyməti 2R-dir. NA-nın qiyməti 10 saniyə üstü -1-dir. O da bərabərdir. RB-nin qiyməti R-dir. NB-nin qiymətini isə bizdən tapmaq tələb olunur. Buradan biz R-ləri ixtisar aparsaq, NB də bərabərdir 20 saniyə üstü -1. Yəni doğru cavab olar B bəndi. 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, qayışlı ötürmə ilə sürüşmədən fırladılan təkərlərdə böyük R bərabərdir 2 kiçik R olarsa A və B nöqtələrinin fırlanma periodlarını müqayisə edin. Biz dedik ki, qayışlı ötürmədə deməli fırlanma periodları çevrələrin radiusları ilə düz mütənasib asılıdır. Yəni TA bölünsün TB bərabərdir RA bölünsün RB. Onda TA bölək TB bərabərdir RA-nın qiyməti kiçik R-ə, RB-nin qiyməti isə böyük R-ə. Böyük R-də bizdə kiçik 2 vurulsun kiçik
R-dir. Beləliklə, R-lər ixtisar getsə sürətdə 1 alarıq və beləliklə TB bərabərdir 2 TA almış olarıq. Yəni, doğru cavab olmalıdır B bəndi. 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, qayışlı ötürmə ilə sürüşmədən fırladılan təkərlərin A və B nöqtələri üçün hansı münasibət doğrudur? Biz deyirik ki, sürətlər bir-birinə bərabər olmalıdır və tezliklər isə deməli burada radiuslardan tərs mütənasib asılı olmalıdır. Deməli, VA VB-yə bərabərdir. İndi baxırıq ki, B nöqtəsinin radiusu A nöqtəsinin radiusundan daha kiçikdir. Ona görə də B nöqtəsinin dövrətmə tezliyi A nöqtəsinin tezliyindən daha böyük olmalıdır. Yəni, doğru cavab olar A bəndi. 10-cu sualda deyilir ki, radiusları R1 bərabərdir R və R2 bərabərdir 3R olan iki rezin disk bir-birinə toxunaraq sürüşmədən fırlanır. Fırlanma periodlarının T2 bölü T1 nisbətini hesablayın. Gəlin şəkilə baxaq. Yox, şəkil yoxdur. Deməli, sürüşmədən toxunaraq fırlanırsa, bunların sürətləri bir-birinə bərabər olmalıdır. Yəni, V1 V2-yə bərabərdir. Belə olan halda, deməli, periodlar elə radiuslarla düz asılı idi. Yəni, T2 bölünsün T1 bərabərdir. R2 bölünsün R1 olmalıdır. Onda T2 bölü T1 bərabərdir. R2-nin yerinə 3R, R1-in yerinə isə R yazırıq. R-lər ixtisar getdikdə biz 3 cavabını alarıq ki, doğru cavab A bəndi olar. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, başlayın, bu 10-cu sual idi. 11-ci sualda deyilir ki, o mərkəzi ətrafında fırlanan diskin A kənar nöqtəsində xətti sürətin qiyməti 10 metr bölək saniyə olarsa, B nöqtəsindəki xətti sürətin qiymətini tapın. Biz bilirik ki, V bərabərdir. Bu halda omega vurulsun R düsturundan istifadə edirik. Çünki omega bizdə sabitdir. Beləliklə, VA bölünsün VB bərabərdir. RA bölünsün RB. VA-nın ifadəsi nədir? VA-nın qiyməti bizdə 10 metr bölək saniyədir. Deməli, VB-nin qiymətini biz tapmalıyıq. RA-nın radiusu R-dir. B nöqtəsinin radiusu isə R bölünsün 5-dir. Beləliklə, biz buradan VB-ni tapsaq, VB üçün biz 2 metr bölünsün saniyə almış olarıq. Yəni, doğru cavab olar C bəndi. 12-ci sualda deyilir ki, sabit bucaq sürəti ilə fırlanan deməli, R radiuslu diskin kənar nöqtəsinin sürəti V-yə bərabərdir. Mərkəzdən R bölünsün 2 məsafədə olan nöqtənin sürəti nəyə bərabərdir? Deməli, V bərabərdir omega vurulsun R-dir. Burada omega sabitdir və R ilə düz mütənasib asılıdır. Deməli, radiusu biz 2 dəfə, məsafəni 2 dəfə azaldırıqsa, yəni R-i R bölü 2 ilə əvəz ediriksə, onda sürətdə V-dən V bölünsün 2-yə keçməlidir. Yəni, doğru cavab olar D bəndi. 13-cü sualda deyilir ki, fırlanan təkər üzərindəki A və B nöqtələri üçün hansı ifadələr doğrudur? A nöqtəsi ilə B nöqtəsinin bucaq sürətləri bərabərdir. Bəli, birinci ifadə doğrudur. Onda deməli, B bəndi avtomatik yanlışa gedir. Çünki 1 ilə başlayan bir cavab axtarırıq. A nöqtəsi ilə B nöqtəsinin fırlanma tezlikləri bərabərdir. Bəli, əgər bucaq sürətləri bərabərdirsə, həmçinin bunların dövrətmə periodları və deməli, dövrətmə tezlikləri bir-birinə bərabər olmalıdır. Yəni, 1, 2, 4 avtomatik doğru cavabdır. 3 cavabı isə yanlışdır. Çünki A və B nöqtələrin xətti sürətləri eyni deyil. B nöqtəsinin sürəti A nöqtəsinin sürətindən 2 dəfə böyükdür. Ona görə doğru cavab olar 1, 2, 4, yəni D bəndi. 14-cü sualda deyilir ki, O mərkəzindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsindəki xətti sürətinin qiyməti 2 metr bölək saniyədir. Dərhal yazırıq. Deməli, VA bərabərdir 2 metr bölək saniyə. K nöqtəsində xətti sürəti isə VK bərabərdir 6 metr bölünsün saniyədir. AK bizdə 48 santimetr olarsa, diskin radiusunu santimetr bölünsün saniyə ilə hesablayın. Onda biz gəlin belə bir şey deyək. Baxın, çevrə simmetrik fiqur olduğu üçün O nöqtəsindən sağda cismin sürət vektoru aşağıya doğru yönəlir. Çünki cisim saat əqrəbinin hərəkəti istiqamətində yönəlir. K nöqtəsində isə cismin sürət vektoru çevrəyə toxunan istiqamətdə yuxarıya doğru yönəlir. Biz indi əgər burada nisbi sürəti tapası olsaq, deməli, VKA-nı tapsaq, biz nə etməliyik? Çıxmalıyıq. Biz də bilirik ki, nisbi sürət əks istiqamətdə yönələndə sürətlər, nisbi sürət tapılarkən sürətlərin modullarını toplamaq lazımdır. Yəni, VK ilə VA-nı toplayırıq. Beləliklə, VKA bərabərdir. Biz alarıq 48 deyirəm. 2/6 gəldikdə 8 metr bölünsün saniyə. Eyni zamanda bilirik ki, VKA bərabərdir. Bu, O mərkəzindən keçən disk ətrafında fırlanan hərəkət zamanı verilmiş nöqtələr üçün omeqanın qiyməti sabit idi. Omega vurulsun, deməli biz
məsafə olaraq nə yazmalıyıq? AK məsafəsi. İndi gəlin yazaq. VKA nisbi sürət bölünsün. Məsələn, A nöqtəsinin sürəti və yaxud da ki, K nöqtəsinin sürəti də yaza bilərik. Deməli, burada nə yazırıq? Hə, deyək ki, VA bərabərdir. Deməli, burada sürətdə olur omega vurulsun AK-nın modulu bölünsün. VA-da isə yazırıq omega vurulsun OA məsafəsi. İndi burada biz qiymətləri bilirikmi? Bəli, bilirik. Deməli, 8 bölünsün VA-nın qiyməti 2-dir. Omegalar burada ixtisar gedir. Buradansa AK-nın qiymətini biz alırıq 48 sm bölünsün OA məsafəsi. OA məsafəsi nə olduğunu bilmirik. Beləliklə, 8 ilə 2-ni ixtisar aparırıq, 4 alırıq. Buradan da biz OA-nı tapsaq, OA bərabərdir 12 sm almış olarıq. Əgər OA məsafəsi 12 sm isə çevrən radiusu bizdə OK məsafəsidir. O isə AK məsafəsindən OA məsafəsinin fərqinə bərabərdir. Yəni 48-dən 12 çıxdıqda 36 sm almış olarıq. Yəni doğru cavab olar B bəndi. 15-ci sualda deyilir ki, o mərkəzindən keçən ox ətrafında sabit tezliklə fırlanan diskin A nöqtəsindəki bucaq sürəti 6 radian bölünsün saniyədir. Yəni, omega A bərabərdir 6 radian bölünsün saniyədir. K nöqtəsindəki xətti sürətin qiymətini tapın. Biz bilirik ki, omega A bərabərdir omega K olmalıdır. Yəni, tezlik, dövlətmə bucaq sürəti sabit kəmiyyətdir. Onda deməli, K nöqtəsindəki sürət tapsaq, VK bərabərdir omega vurulsun, məsafə nədir? OK. Beləliklə, VK bərabərdir omeganın qiyməti 6-dır. OK-nın qiyməti də, baxın, OA məsafəsi ilə AK məsafəsinin cəminə bərabərdir. Yəni, 40 sm-ə metrlə də ifadə etsək, 0,4 metr ilə. Beləliklə, VK bərabərdir. Biz 2,4 metr bölünsün saniyə almış olarıq. Sonra 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, O mərkəzindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsindəki xətti sürətinin qiyməti VA bərabərdir 2 metr bölünsün saniyə. K nöqtəsindəki sürəti isə VK bərabərdir 8 metr bölünsün saniyədir. AK məsafəsinin, deməli, bizdə 24 sm olarsa, diskin radiusunu santimetr ilə hesablayın. Baxın, burada biz sürətlər əgər nöqtələrin ikisi də çevrədə mərkəzdən bir tərəfdə yerləşirsə, onda hər ikisində də sürət elə, deməli, sürət vektoru eyni istiqamətdə yönəlməlidir. Yəni, A nöqtəsində sürət aşağı yönəlir, K nöqtəsində sürət aşağı yönəlir. Eyni istiqamətdə gedikdə nisbi sürət tapdıqda VK-dan, deməli, VKA-nı tapdıqda VK-dan biz VA-nı çıxmalıyıq. Beləliklə, VKA bərabərdir 8-dən 2 çıxdıqda alırıq 6 metr bölünsün saniyə. Yaxşı. VKA nə cür hesablanır? Yazırıq VKA bərabərdir omega vurulsun 2 nöqtə arasındakı məsafə, yəni AK. Beləliklə biz buradan nəyi tapmalıyıq? Deməli biz yenə nisbət götürürük. Yenə yazırıq VKA bölünsün VK, K nöqtəsinin sürəti bərabərdir omega vurulsun AK birindədir. VK, yəni K nöqtəsinin üçün yazanda düstur yazırıq omega vurulsun OK məsafəsi. OK isə çevrənin radiusudur. Beləliklə biz baxırıq ki, omegalar ixtisar gedir. VKA-nın qiyməti nə qədərdir? 6. VA-nın qiyməti nə qədərdir? 2. AK-nın qiyməti bizdə 24 santimetrdir və OK-nın qiymətini biz tapmaq istəyirik. Buradan 6 ilə 2-ni ixtisar aparda 3 qalır və biz OK bərabərdir 24-də 3-ə böldükdə 8 almış olarıq ki, doğru cavab 8 santimetrə bərabər olar. Bizə dəqiqə, burada mən səhv eləmədim ki, burada mən səhv eləmişəm, bağışlayın. VK-nın qiyməti 8-dir. Bizə dəqiqə, gəlin bu hissəni təzdən yazaq. 6 bölək 8, deməli buradan OK məsafəsini tapdıqda 24-ü biz 8-ə vurub 6-ya bölməliyik. 24 ilə 6 ixtisar getsə məxrəcdə bir sürətdə 4 qalır. 4 dəfə də 8, 32 sm edər. Deməli, çevrənin radiusu ya da diskin radiusu 24 sm-ə bərabərdir. 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, o mərkəzindən keçən ox ətrafında sabit tezliklə fırlanan diskin K və A nöqtələrindəki xətti sürətlərin fərqi, yəni VK A və yaxud da ki, VK çıxılsın VA bizdə 0,6 metr bölünsün saniyədir. Diskin bucaq sürətini radian bölə saniyə ilə hesablayın. Deməli, VK çıxaq VA bərabərdir nə deməkdir? VK-nı yenə yazıram. Omega vurulsun OK məsafəsi çıxılsın. Deməli, VA-nı da yerinə yazırıq. Omega vurulsun OA məsafəsi.
O da bərabərdir. Omeqanı ortaq vuruq çıxartsam, mötərizənin içində OK çıxılsın, OA. Beləliklə OK-dan da OA-nı biz artıq rahatlıqla çıxa bilərik. Deməli, omega vurulsun, OK-nın qiyməti 50 sm, OA-nın qiyməti 20 sm. 50-dən 20 çıxdıq, 30 sm alırıq. Metrə çevirdikdə isə bu 0,3 metr deməkdir, bərabərdir. VK-dan VA-nı çıxdıqda isə 0,6 almış olarıq. Beləliklə, omega bərabərdir, metr bölünsün saniyə. Deməli, omeganı tapdıqda 0,6-nı 0,3-ə böldükdə biz alarıq 2, omeganın da vahidi radian bölünsün saniyədir. Deməli, doğru cavab olar 2 radian bölünsün saniyə. 18-ci suala baxaq. Qayışlı ötürmə ilə sürüşmədən fırladılan disklərdə B nöqtəsinin fırlanma tezliyi, yəni NB bərabərdir 10 saniyə üstü mənfi 1-dir. A nöqtəsinin fırlanma periyodunu saniyə ilə hesablayın. Yəni TA bərabərdir sual. Biz bilirik ki, qayışlı ötürmədə sürət sabitdir. Beləliklə, sürət sabit olduğu üçün tezliklə radius qarşılıqlı tərs kəmiyyətləridir. Yəni NA bölünsün NB, o da bərabərdir RB bölünsün RA olmalıdır. İndi gəlin baxaq. NA-nı biz bilmirik. NB-nin qiyməti 10-dur. 10 saniyə üstü mənfi 1. Deməli, RB-nin qiyməti R-ə, R-nın qiyməti isə 4R-ə bərabərdir. Burada mən R-ləri ixtisar aparsam, beləliklə NA üçün nə almış olaram? 2,5 saniyə üstü mənfi 1 almış olaram. Periyod isə tezliyin tərsi olduğu üçün, deməli 1 bölünsün 2,5 saniyə üstü mənfi 1-dən biz periyodu 0,4 saniyə tapmış olarıq. 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, qayışlı ötürmə ilə sürüşmədən fırladılan disklərdə A diski 15 dövr etdikdə, yəni N, A bərabərdir 15 dövr etdikdə, B diski neçə dövr edir? Eyni zamanda qayışlı ötürmədə bayaqki kimi sürətlər bir-birinə bərabər olduğu üçün dövrlərin sayı radiuslarla tərs mütənasib asılıdır. Yəni NA bölək NB bərabərdir RB bölünsün RA. Deməli, NA-nın qiyməti 15-dir. NB-nin qiymətini bilmirik. RB-nin qiyməti 6 sm-dir. RA-nın qiyməti isə 2 sm-dir. Biz burada deməli ixtisar aparsaq 3 qalar. Deməli, NB-ni də tapdıqda 15-i 3-ə bölərik və biz beləliklə 5 dövr alarıq. 20-ci suala baxaq. 20-ci sualda deyilir ki, qayışlı ötürmə ilə fırladılan disklərin üzərindəki A və B və A nöqtələrinin bucaq sürətlərinin fərqi 2 radian bölünsün saniyədir. Deməli, biz bilirik ki, burada xətti sürətlər sabitdir. Xətti sürətlər sabit olduğu üçün omega və R, yəni bucaq sürəti ilə çevrənin radiusu tərs mütənasib asılır. Ona görə deyirik ki, B nöqtəsinin deməli xətti sürəti ilə başlayın. Bucaq sürəti ilə çevrənin radiusları tərs mütənasib asılıdır. Bucaq sürəti deməli B nöqtəsinin bucaq sürəti A nöqtəsinin bucaq sürətindən daha böyükdür. Onda biz yazarıq omega B çıxaq omega A, o da bərabərdir 2 radian bölünsün saniyədir. İndi deyək ki, B nöqtəsində xətti sürətin qiymətini metr bölək saniyə ilə hesablayın. Deməli, onda biz yazarıq. Omega B bölək omega A bərabərdir RA bölək RB. Beləliklə, omega B bölək omega A bərabərdir. RA-nın qiyməti neçə R-də? 60 sm-dir. RB isə bizdə 30 sm-dir. Onda belə çıxır ki, burada 60-dan 30-da ixtisar aparsaq 2 alarıq. Deməli, omega B omega A-dan 2 dəfə böyükdür. Bu ifadəni yuxarıdakı bərabərlikdə nəzərə alaq. Yəni, omega B çıxaq omega A bərabərdir 2 radian bölək saniyədə. Beləliklə, 2 omega A çıxaq omega A bərabərdir 2 radian bölünsün saniyə. Buradan omega A bərabərdir 2 radian bölünsün saniyə. Beləliklə, biz indi B nöqtəsinin xətti sürətini tapmaq istəyirik. Omega B üçün biz 2 vurulsun omega A-dan 4 radian bölünsün saniyə almış olarıq və B nöqtəsinin sürətini biz metr bölək saniyə ilə asanlıqla hesablaya bilərik. Omega B vurulsun RB şəklində. Buradan da VB bərabərdir. Omega B-nin qiyməti nə qədərdir? 4 radian bölünsün saniyə. RB-nin qiyməti isə 0,3 metrdir. Beləliklə biz VB üçün 4 dəfə 0,3 1,2 metr bölünsün saniyə almış olarıq. Beləliklə biz qayışlı ötürməyə aid olan sualların A və B bəndinə baxdıq. C bəndini isə xüsusi olaraq ayrıca izah edəcəyim. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.